Hazırda mən Kent Dövlət Universitetinin qarşısındayım. Bu universitet ABŞ-ın Ohio ştatında yerləşir və Cleveland şəhərinin yaxınlığındadır. Bu universitetin jurnalistika məktəbinin auditoriyalarının birində nəinki Azərbaycanda, hətta ABŞ-ın özündə belə qeyri-adi görünə biləcək bir dərs keçilir. Professor Karl Eidsvog'un tələbələrə bu dəfə tapşırığı budur ki, onlar dərs ərzində Facebookda chatlaşsınlar, Twitterdə yazışsınlar. Tapşırığa görə tələbələr öz mövzuları üçün qəhrəmanlarını yalnız sosial şəbəkələrdən istifadə edərək tapmalıdırlar. Heç bir telefon zəngi eləmədən və başqa araşdırma aparmadan. 13 dəqiqə ərzində mən 1, 2, 3, 4, 5, 6 cavab almışam. Yaxşısı var. Kifayət qədər yaxşı görünür. Bu qadının əhvalatı çox maraqlıdır. Bu tapşırıq tələbələri məcbur eləyir ki, onlar öz məlumat mənbələrini sosial şəbəkələr vasitəsilə tapmağa vərdiş etsinlər. Məqsəd tələbələrdə sosial şəbəkənin çox mühüm məlumat mənbəyi olduğuna əminlik və onlarda sosial şəbəkələri də məlumat mənbəyi kimi mütəbadi yoxlamaq vərdişi yaratmaqdır. Eidsvog deyir ki, Misir, Tunis, Liviyada son hadisələrdən sonra sosial şəbəkələrin xəbər mənbəyi kimi rolu daha da aktuallaşıb. Etirazlar vaxtı bu ölkələrdə yerli media hakimiyyətin nəzarətində idi. Xarici jurnalistlərə obyektiv məlumat ötürməyə yalnız sosial şəbəkə istifadəçiləri nail ola bilirdilər. Bu yeni bir fenomendir və bir media mənsubu olaraq sən yeniliklərin önündə getməyə, onu tətbiq etməyə bacarmalısan. Sən mənbələri tapmaq və yaymaq üçün bütün vasitələrdən istifadə etməlisən. Sosial şəbəkələrdən istifadəni xüsusilə o ölkələr yaxşı mənimsəməlidirlər ki, orada hökumətlər söz və mətbuat azadlığını nəzarətdə saxlamaq istəyir. Eidsvog'un tələbələrindən biri Mike Holden deyir ki, o Kaliforniyada yaşayan müsahibi şəkərli diabet xəstəsini bir neçə dəqiqənin içində tapıb və video Skype proqramı vasitəsilə müsahibə aparıb. Mənbə tapmaq qətiyyən problem olmadı. Şəkərli diabet xəstələri tapmaq üçün biz Facebookda səhiyyə təşkilatlarının səhifələrini bəyəndik və beləcə səhifəyə giriş imkanımız oldu və öz elanlarımızı yerləşdirdik ki, belə bir adam axtarırıq. Başqa bir tələbə Macy McMaster də öz müsahibini Facebookdan tapıb. Əslində biz müsahibi bir neçə dəqiqəyə tapdıq. Mənim partnyorum Yana Facebookda status qoydu vaxtda və 5 dəqiqədən sonra artıq biz o qadını tapmışdıq və ona e-mail göndərmişdik. Virtual ünsiyyət fərqlidir. Sənin üzünü görmürlər. Ola bilər ki, bircə dənə pozmaq düyməsini vursunlar və səni bir də heç vaxt xatırlamasınlar. İnsanlarla necə yazışmaqdan çox şey asıldı bu cür ünsiyyətdə. Bu müasir metoddur, asandır və müsahibləri daha tez tapmaq olur. Sizinlə nə qədər adam əlaqə saxladı? Çoxlu. Siz hansını istəyirsiniz? Siz ən yaxşı müsahibi seçməlisiniz. Sizə darıxdırıcı adam lazım deyil. Bəs siz necə əmin olursunuz ki, tələbələr bu məlumatları sosial şəbəkələrdən tapıblar, başqa üsullarla yox? Onlar bütün sorğuların ekrandan şəklini çəkib mənə göstərməlidirlər. Əgər bu fotoları mənə göstərməsələr, qiymətləri kəsiləcək. Kent Dövlət Universitetinin professoru Karl Eidsvog araşdırma jurnalistikası üzrə mükafatlar sahibidir. O, ABŞ Dövlət Departamenti, IREX, Internews, ICFJ, Radio Free Asia kimi jurnalist təşkilatları üçün media treyninqləri həyata keçirir.